أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين اللهم أحمدك على نعمك وعلى علائك والصلاة والسلام على أشرف الأنبياء والمرسلين محمد صلى الله عليه وآله وآله الطيبين الطاهرين واللعنة الدائمة لأعدائهم أجمعين وبه نستعين أما بعد. Əimmi Ətər əleyhissalamın o hüccət olması yer üzərində ümumiyyətlə tarix boyu müxaliflərin, özdə çoxlu bir böyük kütlənin müxaliflərinin tərəfindən qəbul olunmayıb. İstərdik ki, bugünkü mövzuda, yəni inşallah bu mövzulara toxunaq ki, Əimmi Ətərin ümumiyyətlə vücuduna bizim ehtiyacımız niyədir? Quran-ı Kərimdə Allah Teala Rəd surəsində buyurur ki, Bismillahirrahmanirrahim Entəl munzir və likulli qovmin hadin. Allah Teala Peyğəmbərinə buyurur ki, ya Resulüm, sən ancaq xəbərdar edənsən, munzirsən. Hər tayfanın da, hər qövmün də bir doğru yol göstərəni, hidayət edəni, bir rəhbəri var. Ayənin təfsirində qısaca toxunaq ki, hədislər deyir, hətta əhl-i-sünnə alimləri də bu hədisi gətirir ki, bir nəfər Əli əleyhissalamdan soruşur ki, munziri bildik, Rəsulullahdır, salavatullah. Bəs hadi kimdir? Həzrət buyurur ki, Ənəl hadi, mən hadiyəm. Həmin o ayədə qəsd olunan hadi mənəm. Ayə göstərir ki, həqiqətən yer üzü heç vaxt hüccətsiz, yəni peyğəmbərsiz və insanlar Allahın əmrinə doğru yola hidayət edən imamsız qalmaz. Allah Teala Səcdə surəsinin 24-cü ayəsində buyurur ki, səbr etdikləri və ayələrimizə ürəkdən, qəlbən inandıqları üçün biz onlardan əmrimizlə haqq yolu göstərən imamlar təyin etdik. Yəni, qeyd etdiyimiz kimi, ayənin Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və alihə və İmam Əli əleyhissalam aid olduğunu təsdiq edən həddindən çox rivayətlər var ki, bunlar istər sünni, istər də Şiə məzhəbinin məxsus kitablarda nəql olunur. Məsələn, Əd-Durrul Mənsur kitabında İbn Cərir, İbn Mərdəveyh, Əbu Naim Deyləmi, Əbu Əsəkir və İbn Nəccar bu ayə haqqında deyirlər ki, bu ayə nazil olduqda Peyğəmbər salavatullah əlini sinəsinə qoyub buyurdu. Xəbərdar edən mənəm. Mən munzirəm. Sonra Əli əleyhissalama işarə edib buyurdu ki, doğru yolu göstərən hadi, rəhbər sənsən, ya Əli. İnsanlar məndən sonra sənin vasitənlə hidayət olar. Həmin kitabda həmçinin İbn Əbu Hatəm və Təbaraninin özü isə Əl-Əvsəd əsərində İbn Mərdəveyh, İbn Əsakir və Hakim də öz səhihlərində nəql edirlər ki, Əli ibn Əbi Talib əleyhissalam bu ayə haqqında belə buyurur ki, Allahın Rəsulü xəbərdarlıq edəndir, mən isə doğru yola hidayət edənəm. Yəni, Peyğəmbər Allahın başqa bir yerdə bu ayəni şərh edərkən doğru yol göstərən rəhbər Bəni Haşim tayfasında ona bir şəxsdir buyurması da Əli əleyhissalama işarədir. Usul-u Kafi kitabında Muhammed ibn Muslim rəvayət edir ki, İmam Sadiq əleyhissalamdan bu ayənin şərhini soruşduqda, Həzrət ayədəki doğru yol göstərən rəhbər sözünün bütün əsrlərdə insanın doğru yola yönəldən imama şamil olduğunu bildirib. Yəni, eyni kitabda Kafidə Əbu Bəsir belə nəql edir ki, İmam Sadiq əslində ayə haqqında soruşdum. İmam əleyhissalam dedi ki, Allahın Rəsulü sallallahu aleyhi və aleyh bu ayənin təfsirində belə buyurur. Xəbərdarlıq edən mənəm, Əli də doğru yola hidayət edənlərdəndir. Yəni, İmam əleyhissalam sözünə davam edir, mənə deyir ki, ey Əba Muhammed, bugün doğru yol göstərən bir rəhbər varmı? Dedim, sənə fəda olum, sizlər. Yəni, İmam Əli əleyhissalamdan sonra bir-birinin ardınca insanları doğru yola hidayət edən rəhbərlər olmaqda davam edirsiniz. Və indi də bunu sən yerinə yetirirsən.
İmam əleyhissalam buyurdu, Allah sənə rəhm eləsin, ey Əba Muhammed. Doğrudan da əgər hər hansı bir ayə yalnız və yalnız bir şəxsə həsr olunaraq nazil olsaydı, onda həmin ayə bu şəxsin ölümü ilə qüvvədən düşərdi və bununla da Allahın kitabı aradan gedərdi. Lakin belə deyil. Allahın kitabı həm keçmişdəkilərə, həm də sonra gələnlərə aiddir. Yəni, burada qeyd olunan nədir? Hökmlər bütün dövrlərdə öz qüvvəsini saxlayır. Qeyd etdiyimiz ayə açıq-aşkar sübut edir ki, Allahın yer üzərində höccətin olması zəruridir. Yəni, istər həm höccət Peyğəmbər salavatullah olsun, istərsə də insanlara hidayət edən imam olsun. Ümumiyyətlə, Quran-ı Kərimdə insanlar tərəfindən itaət olunması vacib olan bir imamın mövcudluğu və zəruriliyi dəlalət edən bir çox ayələr var. Yəni, bu ayələrin də biri hansıdır? Nisa surəsində 59-cu ayədə Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, Ya eyyuhəl-ləzinə əmənu, ita'atullah və ita'atur rasul və ulul əmr minkum. Ey iman gətirinir, Allaha, onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Əmr sahiblərinə itaət, Peyğəmbər salavatla itaət etməyə bərabər bir işdir. Yəni, bu itaət mütləq bir itaətdir. Ona görə qeyd şərtsiz insan gərək əməl etsin. Əmr sahiblərinə itaət, yəni valideynlərə itaət kimi müəyyən bir şərtlə bağlı olan itaət deyil. Allah Teala Loğman surəsinin 15-ci ayəsində buyurur ki, əgər bilmədiyin bir şeyi mənə şərik qoşmağa cəhd göstərsələr, onlara itaət etmə. Yəni Allah Teala deyir ki, valideynlərin səni bilmədiyin bir şeyi mənə şərik qoşmağına cəhd göstərsələr, səni cəhd eləsələr ki, bunu elə, bu işdə onlara itaət eləmə. Ki, halbuki, Quran başqa yerdə valideynlərə Rabbus Sağir deyir, kiçik Rəbb deyir hətta. Əgər əmr sahiblərinə olunan itaət, Allahın Peyğəmbərinə olan itaət ki, mütləq bir itaətdirsə, yəni onda bu onların, yəni əmr sahibinin məsumluğuna dəlalət edir. Bu məntiq və nəticəyə aid müxtəlif kitablarda çox bəhs olunur. Ki, yəni başqa bir ayədə Allah Teala buyurur ki, sizin rəhbəriniz ancaq Allah, onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rüku halında zəkat verir. Təbii ki, Maidə 55. Əmr sahiblərinin imamlığını və vilayətini, yəni qeyd etdiyimiz bu ayə əvvəlki ayəyə nisbətən daha qabarıq şəkildə açıqlayır və sübut edir. Çünki vilayətin yalnız Allaha, onun rəsuluna və əmr sahiblərinə məxsus olduğu bu ayədə aşkar halda bilinir. İmamət məsələsinin kökü, yəni hər yer üzündə Allahın hüccətinin hər bir zaman və məkanda bəşəriyyəti doğru yola hidayət edən bir rəhbərin olmasının zəruriliyi Quran-ı Kərimdə sübut olunmuşdur. Belə ki, məsələn, hədislərdə bildirilir ki, ayədə zikr olunan hidayət edən rəhbər kəlməsində məqsəd əleyhissalamdır, əmr kəlməsində isə məqsəd Əhl-Beyt əleyhissalamdır. Qeyd edək ki, Səqələyn hədisi, Nuhun gəmisi, Səfinə hədisi ki var və başqa digər hədislər də məhz həmin fikri açıq-aydın bəyan edir. Burada qarşıya çıxan əsas sualımız budur. Nə üçün Quran-ı Kərimdə Əhl-Beyt əleyhissalam adları açıq şəkildə qeyd olunmur və bununla da müsəlmanlar arasında baş vermiş ixtilaf və qalmaqallara son qoyulsun və İslam ümməti bütünlüklə onların Peyğəmbər salavatıllahdan sonra müsəlmanların imamı və rəhbəri olmalarına etiqad bəsləsin. Yəni, başqa sözlə, heç bir təfsirə, irşada ehtiyac qalmaması və müsəlmanlar arasında mövcud olan ixtilaflara son qoyulması üçün Əhl-Beyt əleyhissalamın adlarının açıq-aydın Quran-ı Kərimdə qeyd olunması, rəhm olunan ümmət adı ilə tanınmış bu ümmət göstərilən lütf, rəhmət və şəfqət olmazdımı? Bir halda ki, yəni imamlara etiqad bəsləmək üsulü dindən hesab edilir. Yəni dinin əsaslarından. Onda nə üçün Allah Teala onların adlarını Quran-ı Kərimdə açıqlamır? Necə ki, Peyğəmbər salavatullah haqqında Quran-ı Kərimdə buyurur, Muhammed sallallahu aleyhi və aleyhi Allahın rəsuludur. Bu suala cavab vermək üçün bir neçə məsələni qeyd eləməyə şərtdir. Birincisi budur ki, bu sual və ya bu irad təkcə imamət bölməsinə məxsus deyil. Əksinə, o bir çox İslam məsələlərində, istər əqidə, istərsə şəriət əməlləri ilə bağlı məsələlərdə və hökmlərdə meydana çıxan bir iraddır. Məsələn, cəbir
O təhviz məsələsi kəlam elmində ən əsas məsələdir. Cəbr deyirik tam məcburiyyət, təhviz də ki, tam ixtiyar. Bu ayrı bir məzhəblərdir. Kəlam elmində ən əsas məsələdir. Bu məsələ ətrafında yaranmış ixtilaf İslam ümmətini artıq 3 dəstəyə bölür. Bu dəstələrdən biri cəbr, tam məcburiyyət tərəfdarıdır. Yəni Allah Teala insanı günah görməyə məcbur edir. Sonra isə bunu etdiyinə görə də cəzalandırır. Müsəlmanlar isə bu əqidənin tərəfdarıdır və onlar deyək ki, əşərilər adlanır. Yəni bu əqidə də nədir? Yaradılışın məqsədi ilə uyğun gəlmir. İkinci dəstə təhvizdir ki, insana tam ixtiyar verilməsi əqidəsinə etiqad bəsləyir. Yəni ki, Allah Teala kainatda qanun qayda yaradıb və insanı istədiyi kimi hərəkət etmək qüdrəti verib. Özü isə ondan əl çəkib tam şəkildə onu öz başına qoyub. Belə ki, yaradanın yoxluğu fərz olunsa, yəni mümkün olmayan bir şey fərz edir ya, bunun məxluqata heç bir təsiri olmaz və onlar öz varlıqlarına və hərəkətlərinə davam etdirərlər. Yəni, hər iki dəstə öz iddialarına Quran-ı Kərimdən sübut gətirir. Yəni, aliyə sağlam, niyyət batıl olaraq. Əhl-i Beyt əleyhissalam tərəfdarı olan üçüncü qism isə əqli və nəqli, yəni ayə və hədislərə, dəlillərə söykənərək tələb etdiyi yolla, bu dəlillərin tələb etdiyi yolla Quranın məhz bütün mübarək ayələrini istədərək belə etiqad edir. Tam məcburiyyət və ya tam ixtiyar yoxdur. Əksinə, həqiqət bu iki şeyin arasındadır. Məhz bu, İmam Sadiq əleyhissalamın buyruğudur. Ki, insanların öz əməllərində tam məcburi olmalarını iddia edən kafir, onların tam azad və özbaşına olmalarını iddia edən isə müşrikdir. Yəni, bunlar kimidir? Belə ki, birinci etiqad, yəni tam məcburiyyət məsələsi Allahın ədalətini və yaradılışın hikmətini inkar edir. İkinci etiqad, yəni tam ixtiyar məsələsi isə Allah Teala şərik qoşmağa nəticələnir. Bu məsələ insanlar arasında ixtilaf yaradan ən böyük məsələlərdəndir və heç də imamət məsələsindən az əhəmiyyət kəsb eləmir. Elə isə qeyd etdiyimiz bu etiqaddan birinə aid, açıq aydın bir ayə nazil etməklə bu ixtilafını qarşısını almaq hikmətdən deyildimi? Görürsən, niyə açıq-aşkar ayə nazil olmadı? Bax, irad tutanlara bunu sual veririk. Həmçinin müsəlmanlar arasında ixtilaflardan biri də nədir? Allah Teala'nın sifətləri və adlarının həqiqət ətrafında olan ixtilafdır. Belə ki, müsəlmanlar Allah Teala'nı gözəl və kamil sifətlərlə vəsf etməyin necəliyində müxtəlif fikirlər iddia edir. Digər bir məsələ. Tovhid və ya risalət, yəni Allahın Rəsulunun vasitəsində insanlar göndərdiyi din ilə bağlı olan əksər məsələlərdə müsəlmanlar ixtilaflar var. Qeyd etməliyik ki, yəni şəriət məsələlərində bəzi ixtilaflar mövcud. Hətta dəstəmaz haqqında nazil olmuş ayə kimi Quranın aydın dəlalətli ayələr ətrafında da bəzi ixtilaflar yaranmışdır. Belə ki, bu ayədə, yəni dəstəmaz ayəsində yalnız və yalnız bir məna başa düşülür. Dəstəmaz alarkən iki üzvə yəni qolların yulması, digər iki üzvün baş və ayaqların, yəni ayağın bir hissəsindən məhz çəkilməsi. Halbuki Quran-ı Kərimdə ayələr var ki, onun zahirinə nəzər saldıqda bir neçə məna ehtimal olunur. Quran-ı Kərimdə möhkəm, yəni mənası bəlli olan mütəşabih, zahiri bəlli, məğzi mahiyyəti isə bəlli olmayan ayələrin mövcudluğu bu irada ən yaxşı cavabdır. Bəs görürsən, Allah Teala mütəşabih ayələri niyə nazil edib? Nə üçün Quranın ayələrinin möhkəm, aydın mənalı etməyib? Bax, bunu qarşıda qeyd eləyəcək inşallah. İkinci bəndimiz budur ki, əgər Allah Teala Quran-ı Kərimdə imamət mövzusuna toxunmasaydı və məsələyə dair Quranda işarə olunmasaydı, onda bu irad əhəmiyyəti kəsb edə bilərdi. Ki, madam ki, Quranda imamət məsələsinə işarə edilir, demək, imamların adının çəkilməməsi kimi qeyd olunan irad zəif və əhəmiyyətsiz səslənir. Yəni, bu həqiqətin izahı necədir? Bəzən ixtilaflı məsələnin kökündə, əsasında yaranır. Yəni, ixtilafın əsli burada olur. Məsələn, görəsən Allah Teala bütün ümmətlərə tarix və peyğəmbərlər göndərdiyi kimi hər bir peyğəmbərdən sonra insanların hidayət olunması üçün onların yolunu davam etdirən vəsilər və imamlar təyin edib, yoxsa yox. Bəzən isə ixtilaf məsələnin cüzlərində yaranır. Məsələn, deyək ki, peyğəmbərlərin
ardınca vəsilər və imamların təyin edilməsi sübut edildikdən sonra bu vəsilərin və imamların kimliyinə dair də suallar yaranır. İmam Mehdi əleyhissalamın məsələsi buna aydın bir nədir? Yəni bariz bir misaldır ki, bu gün müasir həyatımızda müsəlmanların hamısı da olmasa böyük əksəriyyəti İmam Mehdi əleyhissalamın zuhurunu və İsa əleyhissalamın səmadan yerə enməsini xəbər verin həddən artıq hədis və rəvayətləri qəbul edir. Deməli, İmam Mehdi əleyhissalamın ideyasının kökünü, əsasını heç kəs inkar etmir. Amma Həzrətin kimliyi məsələsində, cüzlərdə ixtilaflar var. Quran-ı Kərimin ayələrində isə adətən məsələnin məhz kökünə, əsasına toxunulur. Çox az halda Quranda detallara aid olan məsələlər bəyan edilir. Əksinə belə məsələlərin izahı müqəddəs hədislərə həvalə olunur. Çünki izah eləyən var, Rəsulullah var, imam var. Yuxarıda qeyd etdiyimiz kimi Quran-ı Kərimdə imamət məsələsinin kökünə, əsasını toxunulmasaydı, bu irad elmi məsələyə çevrilə bilərdi. Quranda həmin məsələ işarə olunur. Yəni, hamıya məlumdur ki, bu cür cavabı İmamlar əleyhissalam özləri də vurğulayıb. Çünki bu irad İmam Baqir əleyhissalam və İmam Sadiq zamanında da mövcud olubdur. Yəni ki, bax, deyirlər ki, imamət, niyə imamların adı Quranda yoxdur? Biz saydığımız şərtlər əsasən neçə şeylər var ki, Quranda aşkar yazılmır, qeyd olunmur. İndi bəs maraqlıdır ki, niyə axı bəs onda təkcə imaməti deyirik? Gəlin, deyək ki, bu ayələr üçün niyə olmub? Onda olmayıbsa belə çıxır ki, bu əqidələr hamısı batildir, ya da hamısı düzdür. Hərəsi bir cür yoxsun və özün üçün bir məntiq çıxartsın ki, bu ayədə mən belə deyirəm, bu ayədə filan kəs belə deyir. Əla kulluha. Hədislərə baxaq. Usul-u Kafidə 1-ci cildin 286-cı səhifəsində Əbu Bəsir rəvayət edir ki, İmam Sadiq əleyhissalam dedi ki, Allaha, Peyğəmbərə və özünüzdə olan əmr-sadə itaət edən ayəsi təfsirini etdi. Dedi, bu ayə İmam Əli əleyhissalam, İmam Həsən və İmam Hüseyn əleyhissalam haqqında nazil olub. Buyurdu ki, Əbu Bəsir deyir, sual elədim ki, səaltuhu, sual etdim mi? Ya İmam, cəmaət deyir ki, bəs nə üçün Allah Taala Əli əleyhissalam və onun əhl-i beytinin adlarını Quranda zikr etməyib? İmam əleyhissalam buyurdu ki, onlara deyin ki, Allah təbarəkə və Taala Peyğəmbər sallallahu namaz ayəsində nazil etdi, lakin onun neçə rükət olmasını bəyan etmədi. Bunun təfsilatını müsəlmanlara Peyğəmbər sallallahu açıqladı. Peyğəmbər sallallahu zəkat haqqında ayə nazil oldu, lakin hər 40 dirhəmdən 1 dirhəmin zəkat verilməsi bəyan olunmadı. Bunu onlara Peyğəmbər sallallahu təfsir etdi. Həmçinin Peyğəmbər sallallahu həcc ayəsini nazildə, amma 7 dəfə təvaf etmək bəyan olunmadı. Bunun təfsirini də müsəlmanlara Peyğəmbər sallallahu açıqladı. Bütün bunlar kimi İmam Əli əleyhissalam, İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam haqqında olan bu ayə nazil oldu və onun təfsiri də Peyğəmbər sallallahu həvalə olundu. Ki, İmam əleyhissalam buyurur ki, Peyğəmbər sallallahu qədirxunda buyurdu. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Yenə Peyğəmbər sallallahu yenə buyurur ki, sizə Allahın kitabını və əhl-i beytimi vəsiyyət edirəm. Allah Teala'dan onları cənnətdə hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayırmamasını istədim və Allah da bunu neynədi? Mənə verdi. Digər hədisdə Peyğəmbər sallallahu buyurur, həqiqətən onlar, yəni əhl-i beytim, sizi hidayət qapısında uzaqlaşdırmaz və zəlalətə düçar etməz. Əgər Peyğəmbər sallallahu susaraq əhl-i beytin kimlər olduğunu bəyan etməsəydi, bəziləri bu adın öz ailələrinə aid olduğunu iddia edərdi. Lakin Allah Teala Peyğəmbər sallallahu hədislərini təsdiq olaraq öz müqəddəs kitabında bunu nazil etdi. Ki, Əhzab 33-də dedi, siz ey əhl-i beyt, Allah yalnız sizdən çirkinliyi yox etmək istəyir və yalnız sizi tərtəmiz, pak etmək istəyir. Peyğəmbər sallallahu Əli əleyhissalamı, Həsən və İmam Hüseyn əleyhissalamı və xanım Fatimə sallallahu əleyhanı Ümmü Sələmənin evində bir əbanın altında toplayıb buyurdu ki, ilahi,
Hər peyğəmbərin öz əhli və dayağı var. Bunlar da mənim əhl-i beytim və dayağımdır. Ümmü Sələmə deyir ki, ya Rəsulullah, mən sənin əhlindən deyiləmmi? Həzrət Səlavatullah buyurur ki, sən yaxşı qadınsan, xeyirlilərdənsən, amma bunlar mənim əhlim və dayağım da əhl-i beytimdir. Yəni, Usul-u Kafidə 1-ci cildin 289-cu səhifədə Zürarə, Fadıl, Bəkr İbn Muslim, Bəridə Va'bil Carud belə nəql eləyir ki, İmam-ı Cəfər Əs-Sadiq əleyhissalam buyurdu. Allah Teala əleyhissalamın vilayətini, yəni müsəlmanın üzərindəki rəhbərliyini Peyğəmbər sallallahu əmr edərək ona bu ayəni nazil etdi. Sizin rəhbəriniz yalnız Allah, onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükanda zəkat verir. Yəni, Maidə 55. Bununla da əmr sahiblərinin vilayətini müsəlmanlar üzərində vacib etdi. Müsəlmanlar onların kim olduqlarını bilmədikləri üçün Allah Teala Muhammed sallallahu aleyhi və aleyhə bunu onlara zəkat, oruc və həcc məsələlərini təfsir etdiyi kimi təfsir etməyi əmr etdi. Bu ikinci bəndimiz. Üçüncü bənddə deyirik ki, şəriət hökmləri təkcə Quran-ı Kərimdə məhdudlaşmır. Yəni, Quran məsum bəndələrin, Peyğəmbər sallallahu və Əhl-i Beyt əleyhissalamın şərikidir. Yəni, Quran vəhiy olduğu kimi məsumların buyurduqları da vəhiy qədər doğrudur. Quran və məsumların buyurduqları biri digərini tamamlayan və təfsir edən Allah Teala da məhz bu həqiqətlə bir neçə ayədə işarə eləyir. Məsələn, deyək ki, bir ayədə buyurur ki, Allah sənin Quran nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən, bəlkə onlar düşünüb dərk edələr. Başqa ayədə buyurur ki, biz kitabı sənə yalnız ixtilaflı olduqları məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik. Yəni, bəyan etmək, təfsir etmək, aydınlıq gətirmək, kamilləşdirmək əlbət ki, məsumların vəzifəsidir. Ona görə də Allah onları mükəlləf eləyib. Yəni, ilahi biliklərə, həqiqətlərə nail olmaq üçün Quranla bərabər məsumlara da müraciət etmək şərtdir. Ki, onların yalnız birinin arxasınca getmək, Allahın öz bəndələri üçün qoyduğu yoldan çıxmaq deməkdir. Yəni, hamısının hökmünə əməl etmək lazımdır. Məşhur Səqələyn hədisinin mənası da məhz bu həqiqəti bildirir. Yəni, bu irad yalnız Allahın kitabı bizə kifayətdir sözünə etiqad bəsləyənlərin iddiasıdır. Ki, Quran-ı Kərim də bu fikri rədd edir. Yəni, Quran-ı inamın əsasını Peyğəmbər sallallahu tabi olmaqda qərar verir. Allah buyurur ki, de, ya Resulüm, əgər siz Allahı sevirsinizsə, mənim ardınca gəlin ki, Allah da sizi sevsin. Yaxşı, bəs niyə ardınca getmirlər? Əslində, heç kim bu fikri etiqad bəsləmir. Yəni, heç kim İslam qanunvericində Quranın kifayət etməsini deyərək səhih hədis və rivayətləri rədd etmir. Əgər belə bir şəxs tapılarsa, o dinin zəruri məsələlərini inkar etmiş olar və bununla da həmin şəxsə bütün müsəlmanlar tərəfindən kafirlik hökmü verilər. Bu aydın məsələdir. Ki, o insan birbaşa olaraq küfür əhli olar. Quran-ı Kərimi təfsir, bəyan və aydın etmək vəzifəsi məhz Peyğəmbər sallallahu və əhl-i beytindən olan məsumların daşınması yəni, məsələsinin bir neçə səbəbi var. Ki, baxmayaraq ki, dəqiq nəzər yetirilsə, onlar və Quran bir pulun iki üzü kimidir. Səbəblər var burada. Deyək ki, səbəbül ula, birinci səbəbdə deyərik ki, aydın məsələdir ki, insanlar ilahi elmlərə vasitəsiz nail ola bilməz. Bu elmlərin bəyan edilməsi və aydınlaşdırılması üçün məsum bəndələrin vasitəçiliyi labüddür. Hətta ilahi həqiqətləri aşkar edərək, onları öz bəsirətləri ilə müşahidə etdiklərini iddia edən ariflər belə bunu məsumun vasitəçiliyi ilə yerinə yetirir. İkinci səbəb nədir? Əs-səbəb-ı sani. İkinci səbəbimiz budur ki, Quran-ı Kərim bütün əsrlərdə və məkanlarda yaşayan ümumi bəşəriyyət üçün nazil olmuşdur. Bəşəriyyət isə düşüncə və qavrama qabiliyyətinə görə müxtəlif təbəqələrə bölünür. Yəni, ümumiyyətlə ayələrin möhkəm və ya mütəşabih
olması nisbi məsələdir. Mümkündür ki, eyni ayə bəzi alimlər üçün möhkəm, bəziləri üçün mütəşabih olsun. Həmçinin ola bilər ki, eyni ayə bir şəxs üçün zamanın dəyişməsi ilə həm möhkəm, həm də mütəşabih olsun və s. Yəni, burada təfsir bəhsi, üsul, falan qaydalar var ki, bunun əsasında ola bilər. Amma burada nə aydın olur? Aydın olan budur ki, Quranı başa düşmək üçün onun ayələrini bütünlüklə açıq-aydın şəkildə bilən şəxsə müraciət etmək əhəmiyyətlidir. Yəni, onda bu dediyimiz ixtilaf aradan gedəcək. Bu alimə görə belə, o alimə görə belə məsələsi qalmayacaq. Yalnız vahid haqq nəzər olacaq, Allahın nəzəri. Ki, belə şəxs isə əlbəttə ki, yalnız məsum olmalıdır. Və aydındır ki, bu da Peyğəmbər salavatullah və əymi, ətər, İsna-əşəriyyə, əl-İmamiyyə ola bilər. Allah Teala da bu həqiqətə işarə edir, buyurur ki, xeyr, bu Quran elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalimlər inkar edər. Madam ki, Quranın bütün ayələri, yəni məsumlardan qeyri kəslər üçün açıq-aydın deyil, onda Quran ayələrinin bəyanı, izahı, yəni istər təfsiri üçün məhz məsumlara müraciət olunmalıdır. Bu da şərtdir. Yəni, Quranın batini və zahiri var, onun batinində də batini mənalar gizlənir və batinin isə nəhayəti yoxdur. Çünki Allahın kəlmələri heç zaman tükənməz. Allah Teala Kəhf surəsinin 109-cu ayəsində buyurur ki, ya Resulüm, de, əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də onu əlavə etsəydi ki, yenə də Rəbbimin sözləri tükənməzdi, yəni tükənməzdən də əvvəl həmin onlar tükənərdi. Ki, o Rəbbinin sözlərini bitməz, qutarmaz, yalnız dəryalar belə bitib qutarardı. Başqa ayədə buyurur, yəni Allah ki, əgər yer üzündəki bütün ağaclar qələm olsa, dəryalar 7 dərya belə qoşulsaydı, yəni ki, mürəkkəb olsaydı hamısı artıqlamasının 7 dəfə artığı ilə, yenə də Allahın sözləri bitməzdi. Həqiqətən də Allah yenilməz qüdrət və hikmət sahibidir. Bu batinləri yalnız zikr əhli və bütün ayələri açıq-aydın bilən şəxslər bilər. Bu aydın məsələdir. Deməli, bizim qarşımızda mütəşabih və möhkəm, batini və zahiri, müxtəsər və müfəssəl, nasix və mənsux. Nasix və mənsux budur ki, nasix pozandır, mənsux pozulandır. Qüvvədən salınan. Yəni, ümumi və xüsusi, eləcə də mütləq və müqəyyət ayələr vardır. İnsanlar düşünməkdə, öyrənməkdə, qavramaqda, inkişafda, kamil sifətlərlə vəsf olunmaqda və Allaha yaxın olmaqda müxtəlif səviyyələrə malikdir. Quran bütün insanlara nazil olduğu üçün onun xitabı hamıya nə olmalıdır? Yönəlməlidir. Bütün bu təbəqələrin də Quranı başa düşmək üçün məsumlar müraciət etmədən özünə güvənməsinin aqibəti xəta, zəlalət, küfür və şirkdir. Bundan o yanı yoxdur. Ki, o insan başa düşmək üçün onun elmini bilən bir şəxsə müraciət etməlidir ki, Quranı bilənə müraciət etməlidir ki, həmin şəxs öz səviyyəsində, dərrakəsində, yəni Quranı fəhm eləyə bilsin, anlaya bilsin. Bu iki səbəbimiz. Əs-səbəbu salis. Üçüncü səbəbdə nə deyərik? Məsələn, imamların adlarının bəyanı və əsas məsələlərinin təfsilatı qəlblərin imtihan edilməsi və möminlə münafiqin, müsəlmanla kafirin bir-birindən seçilməsi üçün Peyğəmbər salavatıllaha həvalə olunub. Yəni, bununla da Peyğəmbər salavatıllaha tabi olanla ondan üz döndərən və Allahın dostları ilə düşmənləri ayırt edilsin deyə bu işi görən, yəni, bu seçim işinin mahiyyətində duranların da biri budur. Ki, Peyğəmbər sallallahu itaət, Peyğəmbər sallallahu və itaət olunmaları Allah Teala tərəfindən vacib edilmiş şəxslərə olunan itaət, Allaha olunan itaətə bərabərdir. Quran-ı Kərim Nisa surə 80-da buyurur. Peyğəmbəri itaət edən kimsə şübhəsiz Allaha itaət edir. Ya başqa ayda deyir, əgər siz Allahı sevirsinizsə, mənim ardınca gəlin ki, Allah da sizi sevsin. Ki, deməli, Allah Teala'nın bəşəriyyəti sevməsi səbəb olan onların Peyğəmbər salavatıllaha tabi olmalarıdır.
Yəni belə ki, deyək ki, möminlə münafiq bir-birindən yalnız Peyğəmbər sallallahu tabe nə olar? Olub olmamaqları ilə seçilər. Əs-səbəbu rabi. Dördüncü səbəbimiz nədir? Dördüncü səbəbdə bunu deyərik. Qureyş kafirlərinin qəlbləri Əli əleyhissalam və onun əhl-i beytinə qarşı nifrətlə dolu olub. Tarix boyu da belə olub, indi də. Çünki İmam Əli əleyhissalam onların bir çox qohumlarını İslam'a qarşı çıxdıqları döyüşlərdə qətlə yetirib, Peyğəmbər səlavatıllaha qarşı müharibəyə qalxmış müxtəlif ərəb qəbilələrindən və Qureyş ailələrindən olan bütün pəhləvanları məhv edib. Sən deyək ki, Bədr döyüşündə Əli əleyhissalam Vəlidi öldürdü, Utbə və Şeybənin qətlində isə mərdliklə iştirak etdi. Bu haqda hətta Utbənin qızı Hind, yəni Əbu Sufiyyə lənətullahın həyat yoldaşı olan Məl'un xanım, Muaviyyənin Məl'unun anası məşhurə belə bir hətta şeir deyir ki, yəni atamı, əmmi, qardaşımı öldürməklə mənim belimi sındırdın Əli. Yəni belə bir şeir deyir. Uhud döyüşün ilk anlarında İmam Əli əleyhissalam Əbdüddar ailəsindən 9 nəfər pəhlivanı və onların qulunu qətli yetirir. İstər Peyğəmbər sallallahu birgə, istərsə də onun vəfatından sonraki bütün döyüşlərdə İmam Əli əleyhissalam bir çox kafir pəhləvanın məhv edir. Qureyş qəbiləsinin Əli əleyhissalama qarşı nifrət və kin-küdurət bəsləməsi tarixdə qeyd olunan bir faktdır. Yəni, bunu inkar eləyə bilməz heç kim. Tarixə ən qısa şəkildə nəzər salsaq, yəni onun səhifələrini vərəqləyən bir şəxsə belə onların övladlarının, yəni Qureyşin övladlarının babalarından irs alaraq Əli əleyhissalam və onun övladlarına qarşı kin, həsəd və nifrət bəsləmələri gizli qala bilməz. Yəni, bu aydın bir işıq kimi olan məsələdir. Onların İmam Hüseyin əleyhissalamı qətli yetirmələri də məhz Əli əleyhissalama qarşı nifrətlərindən və şəxsi mənafeylərindən irəli gələn bir şeydir. Yəni, Ümeyyə tayfasının xilafəti dövründə, xüsusilə də Muaviyyənin, Məl'unun dövründə Əli əleyhissalamın, əhl-i beytinin və yaxşı əməl və xüsusiyyətlərini dilə gətirən şəxsin aqibəti zindan və ya ölüm idi. Muaviyyə bütün tərəfdarlarına belə xitab etmişdi ki, Əbu Turabın, yəni Əli əleyhissalamın fəzilətini nəql edən şəxsi divandan silin. Divan, yəni Beytülmalın siyahısından rədd eləyib. Belə şəxslərə böhtan atın və öldürün. Bu, aşkar bir tarixi faktlardır. Bu haqda baş vermiş hadisələr həddindən artıq çoxdur ki, onları qeyd etmək belə çətindir. İnsan həm mənəvi əzab çəkir, həm maddi. Həmçinin həmin dövrdə Əli əleyhissalamın fəziləti o həzrətin digər səhabələrindən üstün olması və haqqın Muaviyyə və qeyriləri ilə deyil, məhz Əli əleyhissalamla birgə olması haqqında hədis nəql edən şəxslərə qarşı çıxmaqda alimlər heç də hakimlərdən geri qalmırdı. Sən Peyğəmbər sallallahu buyurur bu haqda: Ya Əli, sən dünya və axirət ağasısan. Səni sevən mənim sevimlim isə Allahın sevimlisidir. Sənin düşmənin mənə düşmən, mənim düşmənim isə Allahın düşmənidir. Vay olsun məndən sonra səni nifrət bəsləyənlərə. Yəni, qeyd olunan hədisi Hakim Nişaburi özünün Müstədrək əl-Səhiheynində Müslim və Buxarinin şərtinə əsasən istinad eləyib, bu hədisin səhih olduğunu hətta qeyd eləyir ki, Hakim Nişaburi Əbul Əshər adlı alimdən söhbət əsasında qeyd edib ki, o inanılmış şəxsdir və inanılmış şəxsin nəql etdiyi hədis də səhih hədis hesab olunur. Daha sonra Nişaburi qeyd edir ki, Əbul Əshər Sənadan Bağdada gələndə oradakilərə bu hədisi nəql edəndə Yahya ibn Ma'in özünün təşkil etdiyi məclisdə bu hədisi inkar edir. Və deyir ki, bu hədisi nəql edən o yalancı Nişaburlu hardadır deyə soruşur. Əbul Əshər ayağı qalxıb deyir: O şəxs mənəm. Yahya ibn Ma'in deyir, onun məclisdə ayağı qalxıb bu sözü deməsinə güldü. Sonra isə onun yanına çağırdı. Əbul Əshərin Yahya ibn Ma'in tərəfindən yalanla ittiham olunmasının səbəbi təbii ki, onun Əli əleyhissalamın fəziləti haqqında hədisi nəql etməsidir. Yəni, baxın ki, bunun nifrəti nə qədər idi ki, hətta öz əqidə yoldaşını da yalancı, kəzzab çıxardır. Yəni, buna görə də Əli əleyhissalam və onun əhli, yəni əhl-i beytinin adları Quran-ı Kərimdə qeyd olunsaydı, Quran təhrifə məruz qalardı
Belə ki, onun bəzi ayələri dəyişdirilərdi hətta. Ayələr itirilərdi. Necə ki, Peyğəmbər sallallahu bir çox şərif hədisləri təhrif olundu və aradan getdi. Quran-ı Kərimi təhrifdən qorumaq üçün ilahi hikmət bu adların orada qeyd olunmamasını tələb edir. Onların bəyanı isə Peyğəmbər sallallahu həvalə olunur. Bu nə deməkdir? Yəni, Quran bütün müsəlmanları öz ətrafında toplayan, onların vəhdətini qoruyan kitabdır. Ona görə də müxtəlif İslam təriqətləri arasında əqidə, şəriət və s. İslami qanunlarla bağlı məsələlərdə ixtilaf yarandıqda, bu təriqətlərin hər biri iddia edir ki, həmin məsələlər Quran-ı Kərimdən götürülür. Yəni, Quranla bağlı müsəlmanlar arasında yaranmış ixtilaf Quranın İslam qanunverici əsas mənbə olub olmamasından deyil, onun düzgün və səhv başa düşülməsindədir. Fərz eləyək ki, Quranına müxtəlif nöqsanlar əlavə olunur və hər bir təriqətin də məhz özünə məxsus Quranı var. Necə ki, Tövrat, İncil təhrif olundu. Deyək ki, məsələn, bu halda müsəlmanların vəhdəti pozular, hər bir təriqət digərinə qarşı yuxarıda qeyd etdiyimiz məsələlərdə müxalif olar və bu səbəbdən də Allahın hikməti iradəsi ilə Quran təhrifi, dəyişdirmə və saxtalaşdırması qorunur. Buna görə qorunur. Lakin Allahın bu iradəsi heç də təbiətin qayda qanunlarından qeyri-adiliyi ilə seçilən ilahi bir möcüzə kimi deyil. Əksinə Allahın iradəsinə münasib nədir? Şərait hazırlamaqdır. Adi səbəbləri və təbii qanunlara müvafiq olaraq Quran hifz olunur. Yəni, bu heç də demək deyil ki, bu hər kimsə Quranı təhrif etmək istədikdə ilahi iradə bunun qarşısını mütləq alacaq. Burada qeyd etmək yerinə düşər ki, yəni bəzi kafir dövlətlər böyük tirajla Yahudiləri pisləyən ayələri pozmuş və təhrif olunmuş Quran çap etmişlər. Bax, belə bir məsələlər də var. Deməli, belə nəticə çıxarmaq olar ki, Quranın Allah iradəsi ilə qorunmasından irəli gələn məna budur ki, bu yalnız Allahın tədbiri ilə baş verir və bu tədbir təbii qanun qaydalara müvafiq olaraq həyata keçirilir. Yəni, əgər Əli əleyhissalam və onun əhl-i beytinin, əleyhissalam əcməinin adları Quranda aşkar olsaydı, Quran təhrifə məruz qalardı. Bəni Ümeyyə tayfasının şüarı Əli əleyhissalamı söymək, o Həzrəti əhl-i beytindən uzaqlaşmaq, onları çətin böhrana salıb əziyyət vermək və imamın şiyələrini sıxışdırmaq idi. Onların dövləti də məhz bu prinsiplər üzərində qurulmuşdur ki, Əli əleyhissalam əgər özü və onun əhl-i beytinin adları Quran-ı Kərimdə qeyd olunsaydı, Əməvilər lə'nəllah əleyh əcməin öz dövlətlərinin yaşaması, hakimiyyətin və xilafətin məhz onların əlində qalması üçün bu adları Qurandan silərək onu təhrif edərdi. Allahın iradəsi isə bunu istəmir. Yəni, qənaətə gəlmək olar ki, sonda, yəni Quranın qorunması üçün detalların və adlar açıq, aydın şəkildə orada qeyd olunmamalı. Yəni, burada deyək ki, ad və cüzlərin sağlam qalması üçün müəyyən şərtlər var. O şərtlərdən də biri bu adların qeyd olunmaması. Eləcə də bunların bəyanı Peyğəmbər sallallahu tapşırılmasıdır. Çünki o Həzrət sallallahu aleyhi və aleyh özünün sözləri elə Quran ayələri kimidir ki, Allah Teala Nəcm surəsinin 3-cü 4-cü ayəsində buyurur ki, onun, yəni Allahın Rəsulunun söylədikləri həva-i nəfsindən, yəni öz istəyindən deyil, o ancaq nazil olan vəhidir. Yəni, onun danışdıqları hamısı bir vəhidir. Yəni, bununla da ispat olunur ki, Əhl-i Beyt əleyhinəsə itaət vacibdir və onların Quranda niyə adı çəkilmir deyə, bax, bu məsələni də ümumi olaraq özümüz üçün və insanlar üçün aydınlaşdırmış olduq. Vəlhamdülillah Rabbil aləmin.